Yaşadığınız kiçik bir qəsəbədə hər il bir lotereya oyununun keçirildiyini və bu dəfə isə qalibin siz olduğunuzu düşünün. Amma bu lotereyada bir qəribəlik var. Nəinki lotereyada, hətta ətrafdakı insanlarda belə bir qəribəlik var. Üstəlik bu insanlar sizi birazdan mükafatlandıracaqlar. Günəşli və gözəl bir yaz günüdür. Uşaqlar sevinclə yerdəki daşları yığıb topalamağa çalışır. Ayrıca yığdıqları daşların böyük və iri olmağına diqqət yetirirlər. Bu obyekt sahibi iş yerini bağlayıb bir yerlərə tələsir. Təkcə obyekt sahibi deyil, bu qəsəbədəki hər kəs bu gün keçiriləcək lotereyanın qalibini tapmağa gəliblər. Ayrıca bu adət-ənənə hər il dayanmadan keçirilir. Buradakı hər kəs balacadan böyüyə bir nəfər kimi küçənin ortasında topalaşır. Elə bu zaman kəndin bir ağsaqqalı və ya lotereyanı keçirən nümayəndə əlindəki qara qutunu stolun üstünə qoyur. Onu da nəzərinizə çatdırım ki, hər ailədən bir nəfər ilk mərhələdə kağızı seçir. Əksəriyyəti daha çox ailənin böyüyü, yəni atalar olur. Amma bu səfər Watson ailəsinin atası dünyasını dəyişdiyinə görə bu dəfə seçimdə böyük oğullar iştirak edəcək. Və ya bu qadın yoldaşının ayağı sındığına görə təmsilçi kimi o iştirak edəcək. Lotereyanın çoxdan başlamağına baxmayaraq Tessie adlı bu qadın çəkilişə gecikir. Üstəlik hardaydın cavabına evdə qabları yuyurdum deyib gülərək cavab verir. Görünüşə görə bu lotereya qadın üçün heç bir əhəmiyyət daşımır. Çox çəkmədən bütün ailə nümayəndələri hər kəs əlinə atıb öz kağızını seçir. Bu səfər isə jackpot elə bu qadının ailəsinə çıxır. Bayaqdan yoldaşına tez elə get kağızı seç deyən qadın indi isə donub qalır. Az qalır ki ağlasın. Yoldaşını tələsirdiyini, ona görə işarətli kağızı seçdiyini deyir. Amma artıq qadının ailəsi ikinci mərhələyə keçir. Burada bir məsələ var ki, Tessinin böyük qızı artıq evlidir və qadın düşünür ki, o və yeznəsi ailəyə qatılsınlar, beləcə 7 nəfər olsunlar. Amma qaydalara görə artıq Tessinin qızı evləndiyi ailənin nümayəndəsidir. Yəni bu ailəyə heç bir bağlılığı yoxdur. Artıq çox gec idi və ailədəki geri qalan 5 nəfər hər kəs balacadan böyüyə bir kağız seçməlidir. Hətta evin kiçik qızı kağızı seçəndə onun balaca rəfiqəsi ümid edirəm kağız ona çıxmaz deyib dərindən ah çəkir. Bütün ailə öz kağızlarını seçib bitirirlər. Hər kəs öz seçdiyi kağıza açıb baxmağa başlayır. Evin balaca oğlunun kağızı boş çıxanda bütün insanlar ah çəkib sevinirlər. Ailənin digər 2 uşağının da kağızları boş çıxır. Bu səfər növbə ata ilə anaya gəlir və atanın da kağızı boş çıxır. Fəqət Tessie əlindəki kağızı açmaq istəməsə də artıq lotereyanın qalibi bəllidir. Yəni Tessie artıq bu oyunun qalibidir. Bu zaman kəndin ağsaqqalı, yaxşı cəmaət, gəlin bitirək bu işi deyən kimi hər kəs Tessie'nin üstünə hücum çəkməyə başlayır. Uşaqlar biraz əvvəl yığdıqları daşları şeytan daşlayırmış kimi Tessie'yə atmağa başlayır. Hələ oradakı bir qadın Tessie'nin balaca oğlunun əlinə daş tuzdurur ki, sən də at. Qadın nə qədər bu düzgün bir şey deyil desə də onu canı çıxana qədər daşlayırlar. Yəni dostlar belə. Yəni hardan başlayım, harda bitireyim, açıq heç özümdə bilmirəm. Bəziləri deyəcək ki, bax niyə də qəsəbədəki insanlar o qadını öldürdü. Yəni dostlar, qısa konkret desəm, bu insanlar hamısı mentalitetin qurbanı idi. Görürsən bu qəsəbədəki insanlar bu dəhşəti niyə törədir? Bəzi insanlar indi düşünür. Çünki hər şey bunun adət-ənənə olmasına görədir. Onlar dayanmadan, durmadan hər il bu ritualı keçirirdilər. Onlar üçün bu adiləşmiş bir şey idi. Ən acısı isə bunun kimin başlatdığını və ya kimin davam etdirdiyini insanlar sorğulamadan hər il eyni vəhşiliyi törətməyə davam edirdilər. Bu isə mənə uşaqlığımdakı hər il Novruz bayramına bir gün qalmış qaladığımız tonqalı xatırlatdı. O vaxtlar ağlım kəsməsə də hər uşaq kimi əlimə keçən odunu küçədəki meydana daşıyırdım. Çoxunuz yaxşı bilər. Hər kəs məhəllədə toplanıb böyük bir ocaq qalayırdı və hamı bir-bir bu ocağın üstündən tullanır. Konkret ya hamı bir-bir tullanırdı bu ocağın üstündən. Üstəlik hələ də yadıma gəlir, qızın biri odun üstündən tullanarkən ayağını pis yandırmışdı. Ən əsası da heç kim niyə bu odun üstündən tullanırıq deyə soruşmurdu. Elə içi mən qarışıq. Çünki hər kəs kimi mən də bu mentalitetin əsrinə çevrilməyə başlamışdım. Bu filmə hər kəs öz perspektivindən yanaşacaq və mən də öz düşüncələrimi sizlərlə bölüşmək istədim. Nəysə dostlar, yenə görürəm çox uzadıram, amma inanın ki, elə mövzudur ki, uzatdıqca uzadaram. Yaxşı dostlar, qısa filmin vermək istədiyi mesajlar haqqında sizlər nə düşünürsünüz? Öz fikirlərinizi aşağılarda rəydə yazarsınız, hamısını vaxt tapıb bir-bir oxuyacağam. İndi isə sağ olun və özünüzə yaxşı baxın.